Deməli, əziz tələbələr, y bərabər tangens x və kotangens x funksiyaları və onların xassələri haqqında suallara baxaq. İlk sual 1 nömrəli sualdır. Alfa birinci rübün bucağıdır. 0 ilə pi bölü 2 arasında yerləşir. A tangens alfadır. B sinus alfadır və bunları müqayisə et. Tələbə bilməlidir ki, birinci rübdə tangens də sinus da müsbət ədəddir. Lakin tangens özü nədir? Sinus alfa böl kosinus alfadır. Amma sinus alfanı yaza bilərik sinus alfa böl 1. Sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan böyüdür. Tələbələrim ümid edirəm ki, yadındadır ki, kosinus alfa birinci rübdə birdən kiçik qiymət alır. Kosinus alfa birinci rübdə birdən kiçik qiymət alır. 0 dərəcədə 1-ə bərabərdir. 1-ə düşürsə birdən kiçik. Bunun məxrəci balacadır. Məxrəci balaca olanda böyük olacaq. A böyüdür nədən? B-dən. İlk sualımız hazır. Ümid edək ki, aydındır. Növbəti sual verilib. 7 nömrəli sual. Y bərabərdir 2 tangens kvadratı 3x çıx 5. Bunun əki qısını istəyirlər. Biz də bilirik ki, kvadratın əki qısı 0-dır. 2 vur 0 çıx 5. Mənfi 5. Variantı Y. Növbəti sual. 12 nömrəli sual. Təyin oblastı verilib, yazılıb ki, DF elə x ədədləri çoxluğudur ki, x fərqlidir pi k-dan, k daxildir z-də. Əgər kimsə qaydamıza baxıbsa, bu kotangensin təyin oblastı idi. Y bərabər kotangens x funksiyasının təyin oblastının haqqında verdiyimiz məlumat idi. Və birbaşa olaraq cavab A. Burada nəzəri bir məlumatdır. 10-11 qaldı sırada. İndi keçdik birinci 10-a. Sonra 11-ə. 11-i gördüm. Onun işarəsini görmədim. 10-u da buraya əlavə eləyək. 10-11 arda-arda deyək. Deməli, A sinus mənfi 178. B tangens 195. Ümumiyyətlə, tələbə burada bilir ki, sinus tək funksiyadır, mənfi çıxır çölə. Olur mənfi sinus 178 dərəcə. 178 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə tangensin, sinusun işarəsi müsbətdir. Qarşıda bir dənə də mənfidir. Bu sıfırdan kiçikdir. 195 dərəcə üçüncü rübün bucağıdır. Sinusun üçüncü rübdə işarəsi, tangensin üçüncü rübdə işarəsi müsbətdir. Belə çıxır ki, B A-dan böyüdür. Məsələ bitmişdir. B A-dan böyüdür. Növbəti farq. Keçdik. Bu 10 idi. 11. İfadələrdən hansının qiyməti mənfidir? Birinci yazılıb tangens 3. 3 radiandır. Yada salaq. 0-dan 1.57-yə kimi birinci rübdür. 1.57-dən 3 tam %14-ə ikinci rübdür. 3 ikinci rübdə yerləşir. Tangensin ikinci rübdə işarəsi mənfidir. Yəni bizdən mənfiləri soruşur. Tangens 3 bizi qane edir. Onun cavabı mənfidir. Növbəti. Tangens 333 var. 333 dərəcədə 4-cü rübə düşür. 4-cü rübdə tangens işarəsi yenə də mənfidir. Yəni tangens 3 ilə 333 dərəcələri götürəcəyik. Bunlar da birincidə və 5-dədir. 1 və 5. Y. Yəni, konkret hansılar mənfidir, onları götürdüm birbaşa. 14 nömrəli sual. 14 nömrəli misalda yazıblar ki, bunun təyin oblastını tap. Y bərabərdir tangens sinus x. Biz bilirik ki, tangensin təyin oblastında elə x-lar idi ki, onlar fərqli olmalıdırlar. Pi bölü 2 üstə gəl pi k-lardan. Tangensin daxilindəki isə pi bölü 2 üstə gəl pi k-dan fərqli olmalıdır. Pi 3 tam %14'dür. Onu 2'yə böləndə elir 1.57. Biz də sinus funksiyasını tanıyırıq. Tanıyırıq ki, sinus funksiyası mənfi 1 arasında qiymət alır. O onsuz da 1.57'yə bərabər deyil. X-a nə verirsən ver, o 1.57'ye yer çıxan deyil. Bu səbəbdən də bunun cavabı təyin oblastını istəyirlər bizdən. Təyin oblastı mənfi sonsuzdan. Bir daha təkrar edirəm. Tangens pi bölü 2'ni ala bilmir. Və onun pi k-larını ala bilmir. Pi bölü 2 1.57 eləyir. Amma burada da onsuz da içəridə nədir?
sinusdur. Sinus 1,57 gedib onsuz da çatmayacaq. Çünki sinus hansı aralıqdadır? -1, 1. Burada nəzəri hissəni yaxşı bilmək lazımdır ki, bunları cavablandırasınız. 15 də bunun oxşarıdır. Y bərabərdir. Tangens kosinus x olsun. Yenə də biz başa düşürük ki, bu içəridə nədirsə o pi bölü 2 ola bilməz. Pi bölü 2 ola bilməz. Bu da onsuz da kosinus pi bölü 2'ye gedib çatmayacaq. Kosinus pi bölü 2'ye gedib çatmır. -1 arasındadır. Yəni istənilən qiymətdə bu doğrudur. Bu da 15. Ardınca böyle 14 getdi, 15 getdi. 16. Hansı funksiya təkdir? Uşaqlar birbaşa tək funksiyanı araşdıraq. Y bəndinə baxaq. Y bərabərdir sinus x. Bu tək funksiyadır. Səbəb. Tələbə ümumiyyətlə ümid edən bilirdi ki, sinus funksiyası tək funksiya idi. Trigonometri funksiyalardan cüt olan yalnız kosinus idi. Normalda tək sinusdan nə edir? Mənfi çölə çıxa bilir. Yəni tək funksiyanın şərti nədir? İçəridə mənfi versən, həmin mənfi çölə çıxa bilirsə, bu tək funksiyadır. İndi sübut eləyək ki, sinus x də elədir. Burada içəri mənfi versək, sinusdan mənfi önə çıxa bilir. Olur sinus, mənfi sinus x. Yenə də burada sinusdur, burada mənfi, yenə də çölə çıxa bilir. Mənfi sinus x. Yəni biz nə müşahidə elədik? Buradakı mənfi 2 addımda təzədən hara çıxdı? Çölə çıxdı. Digər bəndlərə baxsaq, digər bəndlərdə kosinus var. Kosinus cüt funksiyada mənfini nə edəcək? Yiyəcək. Ona görə də həmin variantlar tək ola bilməz. Keçdik. 18. 18-də söhbət nədən gedir? Hansı funksiya 4-cü rübdə azalandır? Ümumiyyətlə bizim yadımızdadır ki, kotangens bütün rüblərdə azalan idi. Vəssalam elə anında bitiriş. Cavab kotangens x. 4-cü rübdə azalanı istəyir kotangens x. 19. Funksiyalardan hansılar birinci rübdə artandır? Birinci rübdə sinus funksiyası ilə tangens x funksiyası artan funksiyalar idi. Bunları axtarır gözümüz. Sinusdan tangens. 1, 2 varianta. Artma azalma cədvəlləri var idi. O cədvəlləri əzbərləmək lazımdır ki, dərhal yazasınız. 22. 20 var. Birinci 20'ye baxaq. Ya da gəlin lövhəni silək, sonra baxaq da 20'ye. Salam aleyküm, keçəlik. Lövhəni silək və 20'ye baxaq. Yəni, bu dərsdə çətinlik var. Nə baxımından çətinlik var? Anlayışlar çoxdur, amma misal baxımından, həll baxımından elə də çətin deyil mövzu. Həll baxımından. Yəni, nəzəriyyən olmalıdır yerində, qutardı getdi. Deyir, bunun dövrü pi bölü 5'dir. Biz dövrü necə tapırdıq? Əgər yadınızdadırsa, bunun dövrünü tapmaq üçün kosinusda 2 pi'ni bölürdük modulda x'in qarşısındakına. Bu bərabər olmalıdır pi bölü 5'ə. Pi'lər ixtisar getdi, tənasübə girdi. Modulda m çıxı 3 10'dur. Modulda m çıxı 3 10'dursa m çıxı 3'ün özü ya 10'dur ya da mənfi 10'dur. Buradan m nəyə bərabərdir? 13'ə ya da mənfi 7'yə. Ya 13'dür ya mənfi 7'dir və bizdən nə istənilir? İkinci halda var, elə davamı da var burada. Digər funksiyamız jx funksiyasıdır. Jx funksiyası haqqında da deyiblər ki, 4 tangens n üstəgəl 2x şəklindədir və dövrləri pi bölü 4'dür. Dövrü pi bölü 7'dir. Biz də bilirik ki, tangensin dövrünü necə tapırdıq? Pi'ni bölürdük x'in qarşısındakının moduluna. Bərabər eləməlidir pi bölü 7'yə. Bu pi'lər getsə, n üstəgəl 2 nəyə bərabər olmalıdır modulca? 7'yə bərabər olmalıdır. Buradan n üstəgəl 2 ya 7'nin özüdür, ya da n üstəgəl 2 mənfi 7'dir. N buradan nədir? 5'dir. Mənfi 7'nin ikisini çıxdıq. Mənfi 9'dur. Və belə çıxır ki, bizdə tənliyin nələrini soruşurlar? Ən kiçik qiymətlərinin cəmini, m üstəgəlinin ən kiçik qiymətini istəyir. Mənfi 7 ilə də mənfi 9'u toplayırsınız. Mənfi 16. Dövr tapmaqdır və s. və axırda çətin bir şey deyil. Əgər məşq eləsəz.
Fikrimizi burada toparlayaq. Əgər kosinusla sinusdursa 2 pini bölürük. Tangens kotangensdirsə pini bölürük. X-in qarşısındakının moduluna. Keçdik. 11. 11 deyilib üzr üstünə. 21. 21, 22 arda. 21. Yenə də fikirləri toparlayaq. Yazılıb ki, x pi bölü 4 ilə pi bölü 2 arasındadır. Yəni 45 dərəcə ilə 90 dərəcə arasındadır. Yəni bu birinci rübə düşən bir şeydir. Ümid edirəm ki, çatır ki, bu birinci rübdədir. Birinci rübdədir və kosinus x yazıblar. Kiçikdir sinus x-dan. Biz burada bunun doğruluğunu necə yoxlaya bilərsən ümumiyyətlə? Yadına bir qiymət sal. 45 ilə 90 arasındakı həmin qiyməti bilirsən. Məsələn, 60-ı biz bilirik. Ümid edirəm bilirik. Kosinus 60 dərəcədə alır 2-də 1. Sinus 60 dərəcədə alır kök 3 bölü 2. Kök 3 bölü 2 2-də 1-dən nədir? Böyüdür. Birinci doğrudur. Sözsüz ki, xassələri də təyin edə bilərsiniz. Mən birbaşa doğru olanlardan danışım. Birbaşa doğru olanlardan danışım. Bir də dördüncüyə fikir verək. Kotangens x kiçikdir nədən? Tangens x-dan. 60 dərəcədə kotangens alır 1 bölü kök 3. Tangens alır. Kök 3 1 bölü kök 3-dən böyüdür. Yəni doğru olan variantlar bizdə birinci və dördüncüdür. Birbaşa qiymətlə işləmək olar. Aha. Növbəti. Növbəti. Yirmi 2. 22-də nə istəyirlər bizdən? Düzbucaqlı üçbucağımız var. A, S, D düzbucaqlı üçbucağımız var. A, B, S daha doğrusu düzbucaqlı üçbucağımız var. Bu D nöqtəsi ilə çəkilib ki, AD ilə DS bərabərdir. BD 5-dir. BS 12-dir. Bizdən bucaq kotangens bucağını istəyir. Kotangens bucağı. Ümumiyyətlə, nəyi tapa bilərik? Gəlin birinci onu tapaq. Pifagora görə bura 5-dirsə, bura 12-dirsə, bura. Buradan bura 13-dirsə, buradan burada. 13-də onda bu xət 18-dir. Buradakı bucağın kotangensini istəyirlər. Biz də bilirik ki, bucağın kotangensi bitişik katetin qarşıdakı katetə nisbətidir. 18-i 12-yə böləcəyik, 6-ya ixtisar eləyəcəyik. 3 bölü 2, 1/5. Yəni gördüyünüz kimi çətin bir şey deyil. Keçək 23-ü göstərək. Yenə də fikrinizi toparlayın. Nəyi başa düşmürsünüz deyin. Yəni burada məqsəd başa düşmədiyiniz misalları anlamaqdır. Düşmədiniz, bir dəfə də soruşun. Burada A, burada C, burada B, burada 90, burada 90, burada D. Deməli, tələb nədir bizdə? BD-ni veriblər 8, AD-ni veriblər 2 və tangens bucaq B-ni soruşurlar. Buradakı bucağın tangensini soruşurlar. Evklit terimini yadınıza salırıq. Düz bucaqlı üç bucaqda, bəli, h-ın kvadratı m vur, 2 vur 8 eləyir 16, h-ın kvadratı 16-dırsa h. Buradakı bucağın tangensini istəyirlər də, buradakı bucağın tangensini. Tangens bucaq B yazaq da birbaşa. Bucağın tangensi nədir? Qarşının bitişiyə nisbəti 4 bölü 8 anında bitirmişsən. Keçdik. Sonra 24-ü mən hazır düstur vermişdim elə birbaşa. Demişdim ki, koşu bərabərsiyinə görə tangens x üstə gəl kotangens x-in qiymətlər çoxluğu mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 2-dən. Bunu birbaşa əzbər də bilə bilərsiniz. Ya da koşu bərabərsini yadınıza sala bilərsiniz ki, 2 ədədin, müsbət ədədin cəmi böyük bərabərdir 2 kökdə AB-dən. Əgər bunlar müsbətdirlərsə. Onda belə çıxır ki, tangensi x üstə gəl kotangensi x müsbət olduğu təqdirlərdə bu böyük bərabərdir 2 vurulsun. Kökün altında tangensi x vur kotangensi x. Kökün altında tangensi x vur kotangensi x-dən nə çıxır? 1 çıxacaq. Fikrimiz burada olsun. Buyur.
2-ni də 1-ə vurduq. Neçə aldıq? 2. Fədan buradasan yəqin. A. Deməli 2-ni 1-ə vurduq. Yekun cavabı 2 aldıq. Növbəti. 2-dən böyük bərabəri mənfi olan halda isə A üstə gəlib B kiçik bərabər olur mənfi 2AB-dən. Yenə də eyni xassəni istifadə edib mənfi sonsuzdan mənfi 2-ni alırıq. Ya koşu bərabərsini bil, ya da birbaşa əzbərlə. Ən tezi əzbərləmək. Əzbərdən bilirsən xassənin, məsələ də anında bitir. Bu 24, keçdi 25-ə. 25. Deməli, münasibətlərdən hansı heç vaxt ödənmir. Burada da koşu bərabərsini bilmək lazımdır. Və burada şərt nə veriblər? Yazıblar A sıfırdan böyüdür, B sıfırdan böyüdür. Əlavə bir şərt də veriblər ki, A B-yə bərabər deyil. Belə bir şərt də əlavə veriləndə koşu bərabərsi belə olur. A üstə gəl B böyüdür. Birbaşa böyüdür. Normalda böyük bərabərdir. Əgər A ilə B arasında bərabərlik yoxdursa, o zaman belə çıxır ki, A üstə gəl B böyüdür. Nədən? Kökün altında 2AB-dən. İndi baxırıq bura. Sinus alfa. Yazılıb AB bölünsün, kökün altında 2AB. 2 kökün altında AB. Bunun sürəti məxrəcindən böyükdür. Əgər kəsirin sürəti məxrəcindən böyükdürsə, bu ədəd 1-dən böyük olmalıdır. Sinus alfa isə 1-dən böyük ola bilməz. Bu mənasız ifadədir. 1 nömrəli ifadə mənasızdır. Ümid edirəm ki, fikir çatdı. Və mənasız olan növbəti bir ifadəyə baxaq. Birbaşa hansılar mənasız oları deyirəm. Və niyə olduğunu deyirəm. 4 nömrəli sual. Sinus alfa üstə gəl. Kosinus alfa vur tangens alfanı yazıblar 2-yə bərabər. Gəlin baxaq. Sinus alfa üstə gəl. Tangens alfa özü nədir? Sinus alfa böl kosinus alfa. Kosinuslar gedir. Olur 2 sinus alfa. Deyirsiniz, mənim axı 2 sinus alfa olursa sinus alfa 1 ola bilər axı. Mən də deyirəm, yaxşı. Deyək ki, sinus alfa 1 oldu. Sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa nə verməlidir bizə? 1 verməlidir. Sinusun yerində 1 durursa, onda kosinus məcburi nəyə düşür? Kosinus 0-a düşürsə, avtomatik başa düşürsən ki, burada məxrəcdə nə yaranır? 0 yaranır. Yəni, bu olmur. Olmur. Və bir də olmayan cavab, birbaşa 5, bunu da əzbərlədik bayaqları. Tangens x, tangens alfa. Üstə gəl, kotangens alfa yazıblar kökdə 2. Biz də bilirik ki, tangens üstə gəl, kotangens ya 2-dən böyükdür, ya mənfi 2-dən kiçikdir. Kökdə 2 isə 1/4-dür. Bunların arasına düşmür. Yəni, belə bir qiymət ola bilməz. Hansılar ola bilmədi? 1-ci, 4-cü, 5-ci. 1, 4, 5. Y. Keçdik. Bu oldu bizdə 25. 26. Fikir verirsə, demək olar ki, dənə-dənə deyirik ki, siz öyrənəsiniz. Y bərabərdir 6 sinus x vur kosinus x vur tangens x vur kotangens x. Biz də bilirik ki, 6 sinus x kosinus x-dən işim yoxdur. Tangens nədir? Tangens vur kotangens ümumiyyətlə 1 elədi. İndi 3 vur 2 sinus x vur kosinus x, bunu yazmaq olar bu formada. 2 sinus x kosinus x nəyi verir? Sinus 2x-i verir. Eləmi? Normalda biz istəyimizə görə bu sinus 2x-i nə götürürdük? Mənfi 1 arasında götürürdük. Vururduq bunu 3-ə, alırdıq mənfi 3. Lakin bu belə deyil. Soruşarsınız, niyə? Bəli, tangensin yerində sinus böl kosinus dayanıb. Kotangensin yerində kosinus böl sinus dayanıb. Sinusun və ya kosinusun hər hansı birinin sıfıra çevrildiyi qiymətləri götürə bilmərik. Bir daha təkrarlayıram. Sinusun və ya kosinusun hər hansı birinin sıfıra çevrildiyi qiymətləri götürə bilmərik. Yəni, əgər sinus və ya kosinusdan hər hansı biri sıfırdırsa, onda onların hasili nəyə çevrilməlidir? Sıfıra. Bu qiyməti biz götürə, əgər sinus və ya kosinusdan hər hansı biri sıfırdırsa, onların hasili nəyə çevrilir? Sıfıra çevrilir. Onu götürməməliyim. Yəni, bu mənfi birin arasındakı sıfırı
Götürməməliyəm. Yaxşı, onu 0 götürməyəcəmsə nə olacaq? Buradan 0 atıram. Nə olur? -3-dən 0-a, 0-dan da belə bir cavab. -3-dən 0-a, 0-dan 3-ə. Burada diqqətli olmaq lazım idi ki, məsələ yazıla bilsin. Növbəti. Neçəni vermişsiniz? 26-dan sonra 27. Açıq olmalıdır. Onlar çap səhv gedir. Çap səhvi gedir burada. 26 nömrəli sualda A bəndindəki mötərizə açıq olmalıdır. Orada çap səhvi gedir. 27. Mənfi pi bölü 2-dən pi bölü 2-yə modulda tangens x-in qrafikini çək. Bax tələbə. Birinci bunun modulsuz olan qrafikini yada salaq. Mənfi pi bölü 2-dən pi bölü 2-yə tangensin müəlliminiz qrafikini belə çəkmişdi. Buralara bir qırıq-qırıq xəttlər çəkmişdi. Belə bir qrafik çək. İndi biz bunu nəyə salıblar şərtdə? Modula. Modula salanda bunun aşağı hissəsi qırılır. Modulda mənfi çıxa bilməz axı. Bu qırılıb əyilir hara? Yuxarı. Nəticədə var belə bir şey olur. Parabolaya oxşar bir fiqur. Belə bir cavab da hansı bəndədir? B-dədir. Özünü çəkdik, modula salanda qırdıq, qaldırdıq yuxarı. Bu da 27. Keçdik. 29. 29. Hərsən 28-i göyə yazmışsınız ki, mənə nəsə böyük şübhə gəlir. Gəlin 28 də deyim. İndi deyə gediriksə, bunu niyə deməyək? Tangens üstü 4 alfa üstə gəl kotangens üstü 4 alfa kökdə adi 47 veriblər və deyilib ki, tangens alfa çıx kotangens alfanın müsbət qiymətini tap. Yəni bunu bir x-a bərabər götürək, müsbət bir x-a. Və məqsədimiz indi o x-i tapmaqdır. Birinci addım. O hissəni kvadata yüksəldirik. O hissəni kvadata yüksəldən nə alırıq? Tangens kvadrat alfa çıx 2 tangens alfa kotangens alfa üstə gəl kotangens kvadratı alfa bərabərdir x kvadratına. Üstə gəl kotangens kvadrat alfa. Tangens kotangens. Tangens vur kotangens nə verir bizə? 1. Buradan da eləşə bilərdim də. Buradan 2-ni ataq bura. Tangens kvadrat alfa üstə gəl kotangens kvadrat alfa x kvadrat üstə gəl nəyə bərabərdir? 2-yə. Biz orada 4 ləndir. Bir dəfə də kvadrata yüksəldik. Birincinin kvadratı. Hasilin 2 qatı. İkincinin kvadratı. Bərabərdir. X kvadrat üstə gəl 2-nin kvadratına. İndi tangens üstü 4, kotangens üstü 4. Bu 47 verir. Tangens kvadrat vur kotangens kvadrat 1 verir. Üstə gəl 2 vur 1. Bərabər olmalıdır. X kvadrat üstə gəl 2-nin kvadratı. Bura eləyir 49. Nəyin kvadratı 49-dur? Deməli, x kvadrat üstə gəl 2 7-dir. Qeyd edim ki, biz müsbət ədəd axtarırıq. X kvadrat bərabərdir buradan 5-ə. X da buradan bərabərdir. Kökdə 5. Aydındırsa. Keçdik növbətiyə. Kökdə 5. Yəni, bu oldu bizdə 28. Aha. İndi isə 29 verilməyib ki. Yox, 30 verilib. İndi oxşar suallar deyən 30 deyək, yaxşı. Fx 2 kosinus pi böl 3ax üstə gəl 5. Bunun dövrü 3-dürsə, Rx 4 tangens pi ax çıx 3-ün dövrü neçədir? Bunun dövrünü istəyirlər. Biz də yadımıza salırıq ki, kosinusda dövr necə tapılır? 2 pi-ni bölürsən, modulda pi bölü 3a-ya. Bu bərabər eləməlidir. Pi-lər nə inir?
3 qalxır yuxarı olur 6 bölü modulda 3'dür. Onda ağlıma gəlir ki, modulda 2'dir. Tangens də dövrü necə tapırlar? Pi-ni bölürlər x-in qarşısındakının moduluna. Pi-lər ixtisar gedir, qalır 1 bölü modulda. Biz də bilirik ki, modulda nəyə bərabərdir? 2'yə. Aparıb qoyuruq yerinə. Olur 1 böl 2. 0.5. Məsələ bitmişdir. Sonra bu oldu 30. Keçdi 31'ə. 31. Burada söhbət nədən gedir? Yazıblar ki, tangens üstə gəl 1 böl tangens. Uşaqlar, tangens x üstə gəl 1 böl tangens x. Bu 1 böl tangens x onsuz da kotangens x verir də. Aha. Tangens x fikrimiz burada olsa. Bərabərdən sonra tangens x üstə gəl kotangens x. Deməli, bizə deyirlər ki, bu özünün mümkün olan ən böyük mənfi qiymətini alır. Bayaqları biz qeyd elədik ki, tangens x üstə gəl kotangens x mənfi sonsuzdan mənfi 2'yə birləşir. 2'dən müsbət sonsuzda qiymətlər alır. Bunun ən böyük mənfi qiyməti mənfi 2'dir. Yəni tangens x üstə gəl kotangens x neçə almalıdır? Mənfi 2. Deyir, bunu bilərək tangens üstü 6x üstə gəl kotangens üstü 6x'in neçə olduğunu tap. Tələbə ümumiyyətlə ümid edən bilir ki, tangens və kotangens hasilləri 1 eləməlidir. Vuranda 1 eləməlidir, toplayanda mənfi 2. Bu hansı ədədlərdir? Mənfi 1 ilə mənfi 1. Elə deyil. Toplayanda mənfi 2 eləyir, vuranda 1 eləyir. Yəni, bunun da yerində mənfi 1 durur, bunun da yerində mənfi 1 durur. Mənfi 1 üstü 6, üstə gəl mənfi 1 üstü 6. Cavab 2. Məsələ bitmişdir. Bu da müsbət 1 idi. Çünki cüt ədəd bu mənfini nə edir? Aparır. Keçdi. Növbəti neçə gəldi orada? 35. 35. Görək 35'də söhbət nədən gedir? Hə. Y bərabərdir mənfi 3 kosinus x. Qiymətlər çoxluğunu tapanda kosinusun qiymətləri mənfi 1, 1'dir. Bunu mənfi 3'ə vuranda qiymətlər çoxluğu olacaq mənfi 3, 3. Mənfi 3'ü mənfi 1'ə vuranda müsbət 3, mənfi 3'ü 1'ə vuranda mənfi 3. Yəni bunun ən böyük qiyməti 3'dür, ən kiçik qiyməti mənfi 3'dür. Dövrü isə x-in 2 pi-ni x-in qarşısındakına bölürdük. Elə 2 pi. Kosinusda və sinusda 2 pi-ni x-in qarşısındakına bölürdük. Buna uyğun olan cavablar B və Y. Bir daha izah edək. Kosinusun ümumiyyətlə aldığı qiymətdə sinusunda mənfi 1 müsbət 1. Sinusda da kosinusda da. Bunu vururuq nəyə? Mənfi 3'ə. Mənfi 3 vur mənfi 1. Yəni müsbət 3. Mənfi 3 vur 1 mənfi 3. Bu o deməkdir ki, bunun ən böyük qiyməti 3'dür. Mənfi 3'dür. Kosinusda da sinusda da dövür 2 pi böl modulda omega ilə tapılır. Omega haradır? X-in qarşısındakı ədəd. İndi deyirəm, bu x-in qarşısında neçə yazılıb? Deyirsən ki, heç sən görmürəm müəllim. Yəni 1 yazılıb. 2 pi böl 1 2 pi-nin ölçüsü. Dövrü 2 pi-dir. İndi mən məsələn ikinci 2 sinus 2x. Sinusun aldığı qiymətlər mənfi 1, 1 parçasıdır. Y nə olacaq? Mənfi 1, 1, 2'yə vurduq. Mənfi 2 ən böyük 2'dir, ən kiçiyi. İndi dövrünü tapaq. 2 pi-ni bölürük 2'yə. Elədi pi. Dövrü pi-dir. A buna gedir, D də buna gedir. Və üçüncüdə nə yazılıb orada? Kotangens 4x. Kotangensdə, əziz tələbələrim, qiymətlər çoxluğu mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Dövrü tapanda pi-ni bölürsən 4'ə artıq. Sinusda, kosinusda 2 pi-ni, kotangens, tangensdə pi-ni bölürsən. Pi böl 4. Buna uyğun da cavab C. Yenə də fikirlər burada. Bu da 35. Növbəti nəyə gəldi orada? 39.
Görünür ki, yenə də uyğunluqları təyin eləməkdə çətinlik çəkirsiniz. Rübləri əzbərləməmişik. Problem də oradadır. 39. Kosinus alfa moduldan elə kosinus alfanın özü çıxır. Deməli, kosinus alfa müsbətdir. Şərtə görə tangens də müsbətdir. Ağlımıza gəlir ki, kosinusun da tangensin də müsbət olduğu yer birinci rübdür. Bunlar birinci rübdədir. 2-yə nə yazıb? Kotangens modulundan elə özü çıxıb. Deməli, kotangens alfa müsbətdir. Sinus mənfidir. Kotangensin müsbət olub, sinusun mənfi olduğu yer 3-cü rübdür. Və 3-cüyə baxaq. Modulda sinus alfadan sinus alfa çıxıb, yəni sinus alfa müsbətdir. Moduldan çıxdığına görə. Kosinus alfa mənfidir. Sinusun müsbət, kosinusun mənfi olduğu rüb 2-ci rübdür. Yaddaşa işləmək lazımdır. Və indi bizə soruşublar ki, A bəndində alfa 3-cü rübün bucağıdır. Hansına getdi? Onundur. B bəndində yazıblar ki, sinus alfa vur tangens alfa müsbət. Biz də bilirik ki, birinci rübdə. Sinus da tangens də müsbətdir. Müsbətə vuranda nə edəcək? B bəndi birinci rübə aid olan anlaşdı. Alfa bucağı ikinci rübdədir. O da bunundur. Sonra yazıb tangens alfa vur kotangens alfa. Tangens vur kotangens mənfi verməlidir. Tangensin vur kotangens alfa bu verir sənə sinus alfanı. Sinus alfanın mənfi olduğu yer 3-cü rüb bizi neynir? Özüm kotangens verib, elə mi? Hə, özü kotangens verib. Onda heç tangens vur kotangens onsuz həmişə neçə verir? 1 verir. Bu 1 verdiyinə görə sıfırdan kiçik ola bilməz. Heç birinə getmədi. Sonra alfa birinci rübün bucağıdır. Bu da 1'ə getdi. Qutardı getdi. Keçdik. 40-41. 2 dəfə eyni sual verilib, amma heç olmazdan. Funksiyaların kəsişmə nöqtəsinin apsis oxuna qədər məsafə. Qrafikləri çəkməyi bacarmaq lazımdır. Gəlin mən sıfırdan pi bölü 2'yə qədər olan hissədə tangensin qrafikini çəkim. Tangensin sıfırdan pi bölü 2'yə olan hissəsində qrafiki budur. Kotangensin qrafiki isə bu tərəfədir. Və onlar elə bir nöqtə var ki, kəsişirlər. Bu kəsişdikləri nöqtə bu sıfırla pi bölü 2'nin düz ortasındadır. Pi bölü 4'dədir, 45 dərəcədədir. 45 dərəcədə tangens də kotangens də 1 alır. Bizə deyirlər ki, həmin nöqtədən, kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafə. Buradan x-a qədər məsafə bunu istəyir. Burada baba bu məsafədə elə 1-dən 0-a qədər olan məsafədir. Yəni distans nəyə bərabərdir? 1-ə. Razı? Distans 1-dir. Yaxşı. 41'i də deyək, oxşar olsa da. 41'i də deyək. Görək başımıza nə gəlir? Demək. E, 41'də də tangens və kotangensin mənfi pi bölü 2'dən 0 olan kotangensin mənfi pi bölü 2'dən 0 olan hissəsindəki qrafikləri istəyir. Mənfi pi bölü 2'dən 0'a qədər olan hissədə tangensin qrafiki budur. Kotangensin isə qrafiki budur. Bu tangensin qrafikidir. Qrafikin pitof halını biz çəkmişik. Video izahatda da vermişik. Yenə də kəsişirlər. Harada kəsişirlər? 0 ilə mənfi pi bölü 2'nin düz ortasında kəsişirlər. Mənfi pi bölü 4'də kəsişirlər. Hər ikisi mənfi pi bölü 4'də mənfi 1 alır. Və deyir, yenə də apisə qədər məsafə, mənfi 1-dən 0'a qədər olan məsafə nəyə bərabərdir? 1'ə bərabərdir. Yəni bu qədər sadə. Və salam. Dayandıra bilərik. Videonu dayandır.